Davam edək 8-ci sinifin OTK-nın təşkil etdiyi Azərbaycan dili suallarıyla. Deyir, hansı nümunə müxtəlif nitq səsi kimi düşünülə bilməz? İlə həm qoşma, həm bağlayıcı ola bilər. Başqa həm qoşma, həm sifət kimi ola bilər. Doğru söz, məsələn sifət, sənə doğru qoşma. Dada həm bağlayıcı, həm də qoşma kimi işlənə bilər. Amma əlbəttə sözü yalnız modal sözdür, cavab olacaq C. 2-yə baxaq. Deyib, bəzi təkliflər bizə bildirilib, amma məhz bu məsələyə razılıq verməmiş nümunəsilə bağlı doğru fikirlər. Əvəzin 3 müxtəlif məna növü, bəzi qeyri-müəyyən əvəzliyib, biz şəxs əvəzliyib, bu isə işarə əvəzliyib. Bir düzdür. İsimlər eyni halda da təklif adlı haldadır, amma məsələ yönlü halda deyə 2-ni çıxaq. Müxtəlif küməs nitq sənə aid nümunə işlənibdir, bəli. Məsələn, amma bağlayıcısı var, sonra məhz ədatı var, 3 düzdür. İlk feili təsriflənməyəndir. Bəzi təkliflər bizə bildirilibdir. Buradakı ib feili bağlaman deyil. Zaman şəkilçisidir. Cavab olacaq 1-3 A variantı. Deyir, hansı nümunədə zərf şəxsə və kəmiyyətə görə dəyişməyən feilə. Söhbət yəni feilin təsriflənməyən formasına aid olmağından gedir. Maşın orada mağazanın qarşısına idi. Burada hər hansı bir təsriflənməyən feil yoxdur. Bu yazıcı bəzi hekayələrində satiradan üstadlıqla istifadə edib. Burada da o həmişə önünə baxır, ancaq keçmişini unudur. Cavab olacaq E. Qoca kədərlə başını qaldırıb feili bağlamaya aiddir. E variantı. 4 deyir, modal sözünün işləndiyi nümunə bəli, ədatdır. Cavab olacaq B, güya. Feilin də təsriflənməyən formalarına aid hər hansı nümunə yoxdur. Namərd gəlib, mərd olmaz, gəlib var. Bildiyindən danış, bildiyindən feil sifət var. Danışana macal vermir, danışana feil sifət var. Bir dəli quyuya bir daş atdı, onun ağıllı gəldi, çıxara bilmədi. Burada hər hansı bir təsriflənməyən forma yoxdur, cavab olacaqdır. Çox bilib, feil bağlama var. Deyir, hansı nümunədə sözün quruluşda bütün növlərinə aid nümunə var. Özünə qarşı tələbkarlıq insanın inkişafı üçün vacibdir. Burada mürəkkəb söz yoxdur. Yaz fəslində təbiət qoynunda istirahət etməyin başqa ləzzəti var. İstirahət etmək mürəkkəbdir. Yazdakı deyə sadədir, amma düzəltmə yoxdur. Uzun illərin həsrətindən sonra doğma yurduna qovuşmağa tələsirdi. Deməli, doğma düzəltmədir, yurd sadədir, amma mürəkkəb gözümüzə dəymir. Qərəzli düzəltmə həm də naşılıqdandır. Burada da həm də mürəkkəb kimi götürə bilərik, amma yanaş, naşlıq yox. Öz sənətinə peşəkarlaşmağı, peşəkar olsun düzəltmə. Sənət olsun sadə, hər kəsdə olsun nə? Mürəkkəb. Cavab olacaq E. Deyir, hansı nümunədə feilin qrammatik məna növü digərlərindən fərqlənir? Dənizin sahili aydın görünürdü, bu oldu nə? Qayıdış növ. Təbiət ağ örpəyə büründü, qayıdış. Gülün qönçəsi asıldı, qayıdış. Macidən sonra xəstənin ürəyi döyünür, qayıdış. Qapı yoğun zəncirlə bağlanmışdı, məhsul kimsə tərəfindən bağlanır. Nida ilə bağlı duruş arasında səhv qoyuldu önümünə. Ay, aman uşaq yıxıldı. Belə, ay, aman uşaq yıxıldı, belə demək olar. Ay uşaq, bura gəl. Nə gözəl mənzərədir, nə gözəl mənzərədir, yox, nə gözəl mənzərədir. Cavab olar C. 9 buradaydı. Deyir, sən dərslərini hazırlamamışsan. Nümunəsində nöqtənin yerinə hansı ədat artırıla bilər? Bəli, niyə, hansı ədat deyir artırıla bilər daha doğrusu. Niyə sual əvəzli idi? Qoy əmr ədatıdır. Məgər olar, cavab olar. Məgər sən dərslərini hazırlamamışsan. Deyir, sözlərin mənası ilə bağlı düzgün uyğunluq. Bəyanat. Deməli, bir məsələ və sairə haqqında hökumət və idarənin rəsmi məlumatı. 1-ə yazarıqdır. Etimad, etibar, inamdır. 2-yə A yazarıq. Humanistdə ki, insanpərvər, insansevər. 1-ə D, 2-yə A, 3-ə E, cavab olacaq C. Keçək əvvəlcə özünü xoşbəxt et mətninə. Deyir, mətndəki hansı hadisəni təsadüf hesab etmək olar? Kişi ilə qocanın qarşılaşması. Bəli, onlar çox təsadüf nəticəsində qarşılaşırlar. Mətndə deyir, tənqid olunur və təbliğ olunur. İnsanları sevməmək, heç kəs orada insanları sevməmək kimi bir şey eləmirdi. Yəni, özünə qarşı laqeydlik, bəli, qoca özünə qarşı laqeydi. 2-ni götürərik. Mətndə təbliğ olunur, həyatın gözəlliklərini duymaq. Zəhmətkeşlik təbliğ olunmur orada. Yəni, zəhmətkeşlik düzdür, təbliğ olunan bir xüsusiyyətdir, amma mətndə o təbliğ olunmur. Həyatın gözəlliklərini duymaq. Cavab olar C variantı. 13-ə baxaq. 13 hardadır görək. Deyir, mətn əsasında deyir, ağır yük daşıyan kişi ilə bağlı hansı sualın cavabını müəyyən etmək olar?
Neçə nəvəsi vardı, bunun haqqında məlumat yoxdur. Peşəsi nə idi? Xoşbəxt oldumu? Neçə övladı var? Hansı ümitlə yaşayır? D variantını götürmək olar. Əvvəldə rəqəm yazılmış sözlərin kontekstə mənası ilə bağlı uyğunluğu müəyyən edin. Gəlin əvvəldə rəqəm yazılmış sözlərə baxaq. Deməli, ağır yük və ağır zəhmət. Ağır yük və zəhmət. Böyük çəkisi olan mənasındadır. Ağır yük. 1-ə yazarıq A. Pis, dəhşətli, faciəli mənası məcazi mənadadır. Ağır zəhmət 2 yazarıq C. Ağır yük həqiqi mənadadır. 1-ə D-da yazarıq. 1-ə yazarıq A, D, 2-yə C. Çox çətin mənasında F. Cavab olacaq C. D. Ruhundakı rahatlıq və sevgi onlara verə biləcəyin ən qiymətli və əvəz olunmaz hədiyyədir. Cümləsi hansı işarəsi yerinə daha uyğundur? Bax, bu işarənin yerinə uyğun olar. Ruhundakı deyil, yalnız onda da uşaqların, nəvələrin ətrafındakı xoşbəxtliyin nə olduğunu söyləyə bilərsən. İndi o işarəni tapaq. Cavab olacaq A. Deyil, mətndəki problemlərdəndir. Problemi müəyyən edir. Demək, yük daşıyan kişinin öz xoşbəxtliyinə əhəmiyyət verməməsi, yük daşıyan kişinin ailə qayğısı çəkməsi, dünyada xoşbəxt insanların olmaması. Dünyada xoşbəxt insanların olmaması, bunu ümumiləşdirmək olmaz. Gəlin üçü çıxaq. Demək, yük daşıyan kişinin öz xoşbəxtliyinə əhəmiyyət verməməsi problem idi. Yük daşıyan kişinin ailə qayğısı çəkməsi problem deyildi. Sadəcə öz xoşbəxtliyinə əhəmiyyət verməməsi problem idi. O problemi də qoca müəyyən eləyir. Cavab olar B. Deyil, mətn əsasən müəyyən etmək olar. Obrazların yaş yoxdur. Hansı ölkə yoxdur. Hansı tarixi dövrü yoxdur. Qocanın maddi vəziyyəti də olar. Orada deyir ki, təzəcə ağacların çiçək açdığı vaxt, yəni yaz fəslində. Mətndə tərkib hissə ilə bağlı doğru fikirlər. Giriş hissədə yalnız təbiətin gözəlindən bəhs olunur. Xeyr, orada qoca haqqında da məlumat var idi. Gəlin giriş hissəyə təzədən deyib, bir gün bir qoca yol gedir, təbiət sakit və gözəl idi. Təkcə yəni təbiət hadisəsi deyir, orada qoca haqqında da var. Buna görə biri çıxaq. Yalnız əsas hissədə dialoqdan istifadə edir. Bəli, düzdür. Qocanın müdrikliyini əsas hissədə müəyyən etmək olar. Nəticə hissədə kişi ilə qocanın fikir ayrılıqları yoxdur. 2-3 olar. Qocanın müdrikliyi ilə əsas hissədə idi. Deyil, mətnin birinci abzası nöqtənin yerinə uyğun olmaqla qocanın xüsusiyyətlərini yazın. Nə yazarıq bura? Yazarıq ki, bir gün uzaq görən və ağıllı bir qoca yolu gedirdi və yaxud da diqqətcil və ağıllı. Deyil, tünd qərarlarla verilmiş söz arasında cədvəl tamamı sözün mətndəki həqiqi və məcazi mənası, söz əvəz edə bilən fərqli nümunə. Deməli, tünd qərarlarla verilmiş sözə baxaq. Yüksək dairələrə çatdırır. Deməli, yüksək dairələrə çatdırır məcazi mənadadır. Sözü əvəz edə bilən fərqli nümunə. Məsələn, yazmaq olar ki, yüksək keyfiyyət yazmaq olar, yüksək mədəniyyət, yüksək üslub və s. Sonra keçək o birisi mətnimizə. Həmidə xanım Cavanşir. Deməli, Həmidə xanımla Cəlil Məmmədquluzadənin elədiyin diaqramda veriblər. Deyib, maarifçiliklə məşğuldur. Bəli, Həmidə xanım biri götürərik. Maddi yardımlar göstərir. Molla Nəsrəddin jurnalı təsis edən Cəlil Məmmədquluzadədir. 3-ü çıxaq. Ədibdir. Bəli, Cəlil Məmmədquluzadə 4 düzdür. Daha doğrusu maarifçiliklə məşğul olmaq Cəlil Məmmədquluzadəyə aid. Ona görə bir ortaya yazılmalıdır. 2. 2-4 olar, cavab olar C. Deyil, mətnin giriş hissəsinin əsasına müəyyən etmək olar. Bəhs olunan şəxsin keyfiyyətlərini, insanların Həmidə xanımın münasibətini, mətndəki problem əsasdaydı. Mətndəki əsas fikir də yenə əsas və nəticə hissədəydi. Bəhs olunan şəxsin keyfiyyətləri, baxın, ən azı tapmaq olar ki, necə bir keyfiyyətə malik idi ki, ona Həmdəm xanım deyə müraciət edir. Çünki deyir, sevgi ilə ona o şəkildə müraciət eləyirlər. İnsanın Həmidə xanımla münasibəti də var idi. Bir kimi götürmək olar. Çünki mətndəki nə problem yoxdur orada, nə də mətndəki əsas fikir yoxdur. Mətn əsasında cədvəl tamamlayan fikirlər. İşin həyata keçirilməsində məqsəd, milli təhsilin iş görək nədir? Həmidə xanımın Tiflisdəki Qızlar İnstitutuna öz vəsaiti ilə müəyyən təyin etməsi,
Məqsəd nə idi? Milli təhsilin inkişafına dəstək, biri birdir. İşin həyata keçirilməsinin səbəbi həmin təhsil müəssisəsində Azərbaycanlı müəllimin olmaması, düzdür. Cavablar 1-3 A. Deyir, Həmidə xanım deyir, atasının yolunu davam etdirirdi. Fikrini əsaslandıran deyir, faktor. İbrahim xan nəsəni yox, at çapmağı yox, şeir yazırı yox, məktəb açır, maarifçilik işləri görür. B. Həmidə xanım deyir, qızların savad alması üçün xüsusi səy göstərir. Kənd yerlərində qadınların hüquqlarını qoruyur cümləsi mətnin hansı abzasını genişləndirmək üçün daha uyğundur? Gəlin baxaq. Baxın, 4-ə yazmaq olar nəyə görə? Çünki orada maarifçi xanım deyir, kənddə məktəb dastırmışdı. Bu hissəyə yazmaq olar. Çünki başqa digər hissələr həmin hissə ilə uyğunlaşmır. 4-ə yazmaq olar. D variantı. Deyir, mətnin üzərində rəqəm yazılmış hansı sözün kontekstə mənası ilə bağlı nümunə verilməyib. Deməli, birinci həmdəmdir, maarifçidir, sovqatdır, ədib və vəsait. Sovqat pay hədiyyə var, 4 getdi. Vəsait kitab dərslik var. Elm təhsilinin yayılmasına çalışan şəxs maarifçi idi, səhvləmirəmsə orada maarifçi də var. Maarifçini tapdıq. Həmdəmi tapdıq, sovqatı tapdıq. Ədib, bir də vəsait. Yox, burada deyir ki, müəllimin olmadığını görüb öz vəsaiti ilə. Buradakı vəsait o kitab mənasındakı vəsait deyil, yəni pul mənasında. Onda olacaq 5. Hə, uşaqlar, baxın. Deməli, həmdəm yaxın yoldaş. Elmin təhsilinin yayılmasına çalışan şəxs maarifçi, ədəbiyyat xadimi ədib, pay hədiyyə, sovqat, kitab dərslik. Cavablar bu. Deyil, mətnin başlığındakı adındakı nöqtələrin yerinə ən uyğun ifadə yaza bilər ki, xeyriyyətçi və maarifçi qadın. Düzdür. Deyil, mətndə Bayatıya əsasən Həmidə xanımın daxili dünyası haqqında nə demək olar? Gəlin Bayatıya təzdən baxaq. Deyir, ay doğdu peşman, gün oldu ona düşman. Pünhan ağla gözlərim, nə dost bilsin, nə də düşman. Deməli, yaza bilər ki, kədərini gizli saxlamağa çalışması qürurundan xəbər verir. C variantı olar. Təbiət gözəlliklər deyildi. Həmişə çox şən və qayğısı olmuşdu, yox. Şeir yazmaq başqa fəaliyyətdən üstün tutur. Xeyr, dostlarına dəyər vermir, xeyr. Deyir, mətninin deyir, sonundakı nöqtələrin yerinə uyğun ifadə. Deyir, Həmidə cavan şeir xeyirxahlıq və mərhəməti ilə seçilir. Yazmaq olar. Seçilir və yaxud da şagird yazıb sevilir, hörmət qoyulur, bəli, düz ola bilər. Mətin deyir, plan əsasında cədvəl tamam nümunələr müəyyən edin. Girişə aid yadınız qalsın, həmişə də plan bəndini söz birləşməsi formasına yazın. İstənilən plan bəndi yaza bilərsiniz. Sadəcə və sadəcə diqqətli olun. Maarifçi qadın əsas tərkib hissəsinə aiddir. Girişə də yazmaq olar ki, gəlin girişə nə yazaq? Həmdəm xanım, məsələn belə, və yaxud da xalqın arxa dayağı, belə bir şey də yazmaq olar. Bu qədər.